köməklə. Bu 15-20 dəqiqə çıxırıq, hər şey hazırdır. Öpürəm hamınızı. Qızım, səni öpüb bağrıma basıram. Allah səni xoşbaxt eləsin. Oğlum, səni də öpürəm. Evi sənə əmanət edirəm, canım oğlum. Salam evlat. Salam İlahi. Salam mama. Necəsiz? Özünüzə yaxşı baxın. Bu mənim sizin ola bilsin axırıncı danışığımdır. Məni unutmayın. Namusumu, qeyrətini qorumaq üçün gedirəm. Sizlər üçün gedirəm. Vətən üçün gedirəm. Hər şeyi sizə tapşırıq gedirəm. Özünüzü qoruyun, özünüzdən müğayyət olun. Sağ olun. Nəbiqar, birdən eşitsən mi? Şəhid olar ha. Videonu çalış. Göndərən qədər bizə. Dedəm baxar, həm gülər, həm ağlayar ki, oğlum harca olur, amma belə ağlayar ki, heç şey olmuyor, heç şey olmuyor. Canım ağrımaz. Gözlərim ölüm, gözlərim, gülüşüm ölüm. Danışdın mı bacınla, istədiyinlə ölüm? Ay, gedirik. Allah ilə inşallah Allahın köməyi ilə bu videoya baxmarsınız, Allahın köməyi ilə heç qismət də olmaz. İnşallah Allahın köməyi ilə yəni nəsə olsa eləsə heç vaxt ağlamayın, heç bir vaxt ağlamayın, qoyun imkan verin, rahat etmeyin. Bir dənə səndən ən axırıncı dəfə bir şey xarşılayan, nəsə olsa eləsə mənim oğlumuzu adın mənim adına qoyasın, oldu. Bir dənə də olar bilərsin ki, Artur sizi çox istəyir, oldu mu? Çox istəyir ya. Canından keçə biləcək qədər çox istəyir. Keçid hazır, keçirik. İnşallah qələbə bizim olar. Amma eşitdik. Şəhid olsam, bilin ki, vətən uğrunda olmuşam. Haqqınızı halal edin. Aytaç, səni sevirim. Həmişə də sevmişəm, bunu bil. İnşallah sənin duaların nəticəsində sağ qalırıq. Keçərik, düşmən üzərində qələbə salırıq. Əgər nəsə olsun.